Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Nazpəri Rızayeva. Bu gün sizlərə MİQ imtahanlarının ikinci günündə 15 iyul tarixində səhər seansındakı texnologiya imtahanındakı kurikulum suallarını, ondan sonra günorta seansındakı fiziki tərbiyə və biologiyadan bəzi sualları, əlimdə olan sualları və izahlarını çatdırıram. Başlayaq ilk sualdan. Deyir, şagirdlər mövzunu anlamaqda, refleksiya etməkdə çətinlik çəkirlər. İlk 12 sual texnologiya ixtisasına düşən sualların mənə çatdırılmış formasıdır. Ola bilər ki, birəbir eynisi olmasın, amma götürülən cavab şərt eynilik təşkil edir imtahandakı ilə. Digərlərini də mən tamamlamışam özümdən. Mövzunu anlamaqda, refleksiya etməkdə çətinlik çəkirlər. Bu halın yaranma səbəblərindən hansı doğrudur? Bir sıra variantlar var. Müəllim şagirdlərdə özünü qiymətləndirmə və metakognitiv bacarığı formalaşdırmayıb. İlk baxışdan bu varianta adam işarələmək istəyir. Amma nəzərə alaq ki, problem tək refleksiyadakı çətinlik deyil axı. Tamam, yaxşı, uşaq özünü qiymətləndirə bilmir, metakognitivi zəifdir. Axı bu uşaq mövzunu da anlamayıb. Onun problemi tək qiymətləndirmədə deyil. Dərsdə texniki vasitələrindən yetərincə istifadə olunmayıb. Texniki vasitələr, rəqəmsal vasitələr, bəli, dərsi maraqlı edir, daha effektiv, keyfiyyətli edir, amma olması şərt deyil. Texniki vasitə olmadan da dərsin mövzusunu uşaqlara çatdırmaq mümkündür. Ona görə bu da tutarlı səbəb deyil. Dərsin məqsədi və qiymətləndirmə meyarları şagirdlərə elan edilməyib. Düzdür. Situasiyamızda bizə belə bir ipucu verilməsə də, deyir ki, ehtimal oluna bilən səbəb hansıdır? Bu səbəbi biz ehtimal eləyə bilərik. Çünki dərsin məqsədidir, qiymətləndirmə meyarlarının öncədən uşaqlara elan olunmasıdır. Uşaqlara daha doğru istiqamət verir. Onlar bu dərsdə hansı bilik bacarığa yiyələnəcəklərini daha düzgün şəkildə anlamış olurlar. Bu zaman mövzunu daha yaxşı mənimsəyirlər, fəaliyyətlərə daha yaxşı köklənirlər və qiymətləndirmə meyarlarına uyğun özlərini qiymətləndirə bilirlər ki, biz görürük ki, refleksiya, yəni özünü dəyərləndirmə ilə bağlı da çətinlikləri var. Yəni hər iki problemlə, həm mövzunu anlamaq, həm refleksiya ilə bağlı, bax burada həqiqətən biz səbəbi müşahidə edirik. Müəllim mövzu ilə bağlı çox tapşırıq işlətməyib. Bu da tutarsız cavabdır, çünki çox tapşırıq işlətmək hələ dərsin keyfiyyətli keçməsi anlamına gəlmir. Az tapşırıqla da dərsin mövzusuna uşaqlar yiyələnə bilirlər. Digər sual, şagird müsabiqədə iştirak etməyi çox istəyir, lakin ilk turdakı sualları görəndən sonra müəllimə onun əvəzinə sinif yoldaşının iştirak etməsini deyir. Şagirdin hansı bacarığının olduğunu demək olar. Texnologiyaya öncəki illərdə ya keçən il ya ondan əvvəlki il dəqiq yadımda qalmayıb düşmüş sualın eynisidir. Cavab da eynisi olaraq götürülüb. Yəni bu bir baza sualıdır, təkrar düşüb imtahana. Burada müxtəlif cavablar sizə xoş gələ bilər. Şagirddə deyir, analitik düşünmə və tənqidi təfəkkür inkişaf edib. Çünki situasiyanı təhlil edir. Siz bilirsiniz ki, analitik düşünmə hər hansısa bir məsələni, informasiyanı, situasiyanı detallı şəkildə təhlil etməkdir. Bir istiqamətli yox, ayrı-ayrı hissələrə parçalayaraq analiz etməkdir. Deyir, bəli, analitik düşünüb situasiyanı təhlil edib ki, mən çox iştirak eləmək istəmiş olsam belə, bu suallar mənim potensialımı aşır, sinif yoldaşımın iştirakı daha yaxşı. Yəni uşaq həm öz potensialının fərqindədir. Bilir ki, suallar onluq deyil. İlk turda gördü artıq sualları, özünə tənqidi yanaşdı, belə bir qərar verdi. A variantı həqiqətən də tutarlı bir variantdır. Şagirddə sosial bacarıqlar deyir inkişaf edib, çünki dostunu da yarışmaya dəvət edir. Əslində dəvət etmir. Görürük ki, müəllimə deyir ki, məni yoldaşım əvəz eləsin digər turlarda. Yəni bu empatiyadan, dostuna qarşı sosial bacarıqdan irəli gəlmir, emosional bacarıqdan irəli gəlmir. Düzgün qərar vermədən irəli gəlir. Ona görə avtomatik D variantını da buradan silirik, B-ni də silirik. Şagirddə deyir sistemli düşünmə və konseptual bilik inkişaf edib. Çünki hər tərəfli düşünür və dostunun bu sualları daha yaxşı cavablandıracağını bilir. Bu cavabı da adam ilk baxışda seçmək istəyir ki, həqiqətən də burada bəli, sistemli düşünübdür, hər tərəfli baxıbdır məsələyə. Misal üçün müsbət tərəf onun çox iştirak eləməsi, neqativ tərəf sualların onun potensialını aşması. Yəni burada həqiqətən də sistemli düşünmə var. Dostunun bu suallarını ondan daha yaxşı cavablandıracağını da bildiyi də var. Amma
Konseptual bilik yoxdur burada. Bax, görürsüz, bir dənə söz artıq bu fikri səhv edir. Burada uşaq baxır ki, suallar mənə görə deyil, öz potensialının fərqindədir. Bu hansı biliyimizdir? Metakognitiv biliyimizdir. Bu səbəbdən müəllimlər C-ni biz orada götürə bilmirik. Şagird gil materialdan vaza düzəldir, onun naxışlarla bəzəyir. Ağırlıq mərkəzini düz hesablamadığı üçün vaza masanın üstündə dayanmır, aşır. Deyir, koqnitiv düşüncəsi, idraki sahən hansı mərhələsində dayanır? Yəni şərt birəbir belədir. Bu da bəzi müəllimləri çaşdırıbdı. Fikirləşiblər ki, bu düzəltsə də vazanı, axı vaza stolun üstündə dayana bilmir, aşır. Deməli, bunda tətbiq etmə hələ tam formalaşmayıb, amma ola bilsin ki, anlayıbdı ki, bir qism son günlərdəki taksonomiya suallarının asan düşmədiyini də nəzərə alaraq belə asan düşə bilməz deyib tətbiqdən qaçıb anlamağı götürüblər. Yox müəllimlər, bəli, asan suallarda olur bəzən, bu elə tətbiq etmək mərhələsidir. Bu vaza düz dayansa da, vaza dayanmasa da, aşsa da fərqi yoxdur da, uşaq işi icra edibdi. Cildən vazanı düzəldibdi. Yəni öyrəndiyini artıq praktiki olaraq real həyat situasiyasında istifadə edibdi. Bu olur tətbiq etmək mərhələsi. Müəllim yarımil və yekun qiymətləri nəzərdən keçirərkən aşağı nəticə alan şagirdlərin əksəriyyətinin gündəlik dərslərdə fəal olan şagirdlər olduğunu müşahidə edir. Bu hal ilə bağlı müəllimin real inkişaf üçün hansı addımı daha effektiv olar? Nəticələri rəsmi mənbəyə qeyd etməyib, son yarım il qiymətləndirməni nəzərə almalıdır. Bax, bunu təsadüfən verməyiblər imtahanda. Həqiqətən də günümüzdəki problemlərdən biridir. Müəllim görür ki, uşaq summativdə 3 alıb, bəs bu uşaq hər gün cavab verir axı. Götürür özündən düzəliş eləyir, 14 eləyir, 15 eləyir. Əslində bu qanuna ziddir. Bizim qiymətləndirmə konsepsiyamız var, rəsmi sənəddir. Orada da qeyd olunur ki, summativdə güzəşt olmamalıdır. Çünki summativin nəticəsi uşağın sinifdən sinifə keçməsinə, yarımillik, illik kimi əsaslı nəticəyə təsir göstərir və rəsmi sənəddə, sinif jurnalında onun nəticəsi qeyd olunur. Nədirsə o olmalıdır. Köçürübsə nəticəsi ləğv olunub 0 yazılmalıdır. Bunları mütləq nəzərdə alın. Humanist yanaşıb humanist variant götürməyin. Bu A variantı. Görürsüz ki, deyir, rəsmi mənbəyə qeyd eləməsin jurnala. Son yarım il qiymətləndirməni nəzərə alsın. Bəyən biz özbaşınayıq, belə şey olar. Humanist yanaşmaq, summativdə güzəşt olmaz. Bu getdi. Aktivlik edən şagirdlərin nəticələrinə düzəliş eləsin. Bu da görürsüz ki, obyektivliyin pozulmasıdır. Gündəlik verdikləri cavabları qiymət və bal ilə qeyd edib, son nəticələrdə ədədi orta çıxarsın. Gündəlik cavaba görə biz yarım illik, illik, yekun qiymət çıxara bilmərik. Yalnız summativə görə bu hesablanılır. Bu da getdi. Bəli, doğru cavabımız budur. Çünki deyir ki, müəllimin real inkişaf üçün hansı addımı effektivdir? Real inkişaf odur ki, istəyirsən summativdə yaxşı nəticə göstərsin. Summativə gedən yol gündəlik dərslərdə formativdən keçir. Gündəlik dərslərdə zəif tərəflərlə bağlı əks əlaqə qur, meyarlar üzrə düzgün qiymətləndirmə apar, rəylər bildir uşaqlara, istiqamətləndir, səhvlərini görmələrini təmin elə, özünü qiymətləndirmələrini təmin elə. Bu həqiqətən də real inkişaf olacaq və summativdə də onlar nəticələri doğruldacaqlar. Plastik tullantılardan müxtəlif bəzək əşyaları hazırlayın və bunun ekoloji baxımdan hansı üstünlüyə sahib olduğunu qeyd edin. Şagirdlər plastiklərin ekoloji təsirlərini araşdırırlar, hansı plastik materialların əlverişli olduğunu qeyd eləyirlər, bəzək əşyalarına müxtəlif dizayn verib bəzirlər və sair fəaliyyətlər yerinə yetirirlər. İnteqrasiyanı istəyir bizdən. Sınağımızda, situasiyalarımızda hətta eynisini işləmişik. Bax sizlə texnoloqlar. Bəzək əşyaları, hətta buna aid sual qoydum. Mən dedim ki, bəzək əşyası var. Sonra birində mətbəx əşyası qoymuşdum. Dedim ki, bu məişət mədəniyyəti ilə bağlıdır da. Məzmun xətlərinizdən birinci məzmun xətt, emal texnologiyaları, məişət mədəniyyəti, texnika elementləri, qrafika. Məişət mədəniyyəti məzmun xəttinizlə bağlıdır, ikinci məzmun xətti. Və ekoloji baxımdan deyir, hansı üstünlüyə sahib olduğunu qeyd eləyirlər. Bax, burada hazırlayır emal texnologiyalarıdır. Bəzək əşyaları məişət mədəniyyəti ilə bağlıdır. İki ayrı məzmun xətti bir-biri ilə əlaqələndiyi üçün fəndaxili inteqrasiya var. Və ekoloji baxımdan bunların bunu araşdırması təbiət fənlərindən bilik, bacarıq tələb edir. Kimya lazımdır plastik materiallara görə.
bu plastiklər necə zərər verir, necə ziyan verir, niyə yenidən emal etməliyik, təbiət fənləri lazımdır. Ona görə fənlərarası inteqrasiya da var. Cavab fən daxili, fənlər arası. Yeri gəlmişkən bu sualda təkrar sualdır. Ya ötən il, ya da inşi il, dəqiq bilmirəm, amma bu sualın eynisi düşüb bundan əvvəl texnoloqlara. İndi yenə də cavab da eyni olaraq, şərt də eyni olaraq bu gün də təkrar düşdü. Müəllim lövhədə mövzuya aid şəkillər, mətnlər, məqalələr asır. Tapşırığında mövzu haqqında sadəcə məlumat vermək yox, ipuclarını birləşdirərək ümumiləşdirməyi, ortaq olan məlumatı müəyyən etməyi tapşırır. Müəllimin hansı üsulunu tətbiq etməsini görürük. Bax, görürsünüz ki, şəkil asıb, mətn asıb, sxem asıb, məqalə asıb. Deyir, bunları birləşdirin də, bunları ümumiləşdirin, ortaq olanı tapın. Yəni, anlayışı tapın, çıxardın. İpuclarına uyğun biz ortaq bir şey tapırıqsa, deməli anlayışı tapıb çıxardırıq. Tam tərsinə, bir ortada yazılana uyğun ipucları yazıb çaxələndirdiksə, bu isə olur klaster. Asan sual idi məncə. Şagirdin hazırladığı məlumatla bağlı effektiv rəyi müəyyən edin. Hazırladığı məlumat çox göz oxşayandır, dizayn kreativdir, belə də davam elə. Müəllimlər, siz bilirsiniz ki, qiymətləndirmədəki son yenilik, son dəyişikliyə görə rəylər artıq tək konstruktiv rəy deyil. Biri var konstruktiv rəy, biri var təsviri rəy, biri var motive edici rəy, biri var korrektə edici rəy. Motive edici rəy odur ki, orada şagirdə səhvinə görə istiqamət verilmir. Sadəcə doğruları qeyd olunub həvəsləndirilir. Motivasiya edilir şagird ki, ruhlansın, daha çoxunu etməyə çalışsın. Bir növ müsbət gücləndirici. Bax, burada da bu motive edici rəydir. Çünki burada səhvinə görə uşağa istiqamət verilməyib. Bizdən isə şərtli konstruktiv rəy istənilir. İndi mən burada effektiv yazmışam, konstruktiv istənilir. Məlumat kreativdir, lakin ölçülərdə səhvlərim var. Bu səhvi vurğulasa da, amma səhvi necə aradan qaldırsın? Uşağa istiqamət verməyibdir. Ona görə bu konstruktiv rəy deyil. Bu təsviri rəydir. Yəni səhvi düzü vurğulanıbdır. Detalların bəzilərində yığılma zəifdir. Düzəltmək üçün gərək daha da diqqətli olasan. Daha da diqqətli olasan. Bu ümumi rəydir. Konkret olaraq uşaq nə etməlidir? Hansı fəaliyyəti yerinə yetirməlidir? Yoxdur ortada. Spesifiklik yoxdur. İndi mən bunların birazını özümdən qoymuşam. Yəni əsas mahiyyəti sizə çatdırmaqdır məqsədim. Birə-bir imtahan sualı belə olmasa da hardasa buna yaxın idi. Ən zəif məlumatı sən hazırlamısan. Gərək dərsdə diqqətli olardın. Bax, burada da görürsüz, uşaq başqaları ilə müqayisə olunur, həssaslıq pozulub, neqativ ruhlu bir rəydir. Uyğun olan konstruktiv rəy D variantındadır. Hazırladığın məlumatda hissələrin birləşdirilməsi çox yaxşıdır. Görürsüz, müsbət tərəf vurğulanıb uşaq həvəsi qırılmasın deyə. Həssaslıqla yanaşılıb. Növbəti dəfə kəsim zamanı xəttkeşdən dəqiq istifadə etsən, ölçülər daha düzgün olar. Bax, burada xəttkeşdən onun istifadə etməsi ona verilən istiqamətdir. Ölçülərdəki qeyri-dəqiqlik isə uşağın səhvidir. Yəni, bu rəyin içində həm müsbət tərəf, düz olanı, həm səhvi aydın, spesifik vurğulanıb, səhvini düzəltmək üçün xəttkeş məsləhət bilinib, istiqamət verilib, gələcəyə yönəldilib. Deməli, bu konstruktiv rəydir. Belə bir sual düşmüşdü, uyğunluq sualı. Bilirsiniz ki, uyğunluq istənilirsə doğrunun altından doğrunu, yanlışın altından yanlışı seçməlisiniz. Yox, uyğunsuzluq istənilirsə tam tərsinə. Doğru altında yanlış, yanlış olan altında isə doğru götürməliyik ki, uyğunsuzluq cədvəldə ödənilsin. Hadisəni tərkib hissələrinə ayıraraq araşdırmaq analitik düşünmədir, doğrudur. Təfəkkür mövzusu ilə bağlı sualdır. Problemi sadə yolla həll etmək əslində məntiqi düşünmədir və divergent yox, konvergent düşünmədir. Burada isə analoji yazılıb, səhv qeyd olunub. Analoji düşünmə oxşarlaşdırılaraq, eyniləşdirərək düşünmə deməkdir. İnformasiyanı olduğu kimi qəbul etmədən onun etibarlılığını yoxlamaq tənqidi düşünmədir. Bəli, doğrudur, çünki tənqidi yanaşırıq. Səhvdimi, düzdürmü, doğrudurmu, yanlışdırmı bunu müəyyənləşdiririk. Bir növ qiymətləndirmiş oluruq. Şəxsin yalnız şəxsi emosiyalara əsaslanaraq yox, faktlarla əsaslandırması yaradıcı yox, əslində tənqidi düşünmədir. Ona görə bu da səhvdir. Doğrunun altında doğru 1-dir, yanlışın altında yanlış 4-dür. Cavabımız olur 1, 4, C variantı. Digər bu gün düşən sual belə bir təqribi belə bir sualdır. Müəllim şagirdlərdə əməkdaşlıq bacarığını formalaşdırmaq üçün aşağıdakılardan hansını etməsi effektiv deyil? Bir dənə də oxşar sual olubdu imtahanda.
Deyir uşaqlar qrupla işləyirlər, amma müəllim müşahidə edir ki, qrupda işləyən bir şagirddir. O birlər işləmiş kimi görünsələr də, əslində nəticə ortaya qoymurlar. Müəllimin bununla bağlı effektiv addımı nədir? Orada müxtəlif variantlar var. Düzgün variant budur ki, uşaqlarda belə deyək də, qrup daxili məsuliyyəti formalaşdırmaq, rolları ayırd etmək. Bu deyəsən dünənin sualıdır, bilmirəm. Artıq o qədər suallar göndərilib mənə, o qədər suallar hazırlamışam, izah eləmişəm. Başımda hər şey qarışıb bir-birinə, amma ya dünənin, ya bugünün imtahan suallarından biridir. Gələk sualımıza. Müəllim şagirdlərdə əməkdaşlıq bacarığını formalaşdırmaq üçün aşağıdakılardan hansını etməsi effektiv deyil? Belə bir sual idi. Bəli, tapşırıq altında yanaşma, tapşırıq altında yanaşma. Baxaq, ünsiyyət və kompromis bacarıqları formalaşdırmaq üçün qrup daxili müzakirələrin təşkili. Bəli, əməkdaşlıq bacarığını inkişaf etdirir də bu. Kompromis odur ki, güzəştə gedə bilmək. Əməkdaşlığa əsaslanan yanaşmadır, müasir pedaqoji yanaşmalardan biridir. Tapşırıq şagirdlərin bir-birinin fikirlərinə hörmətlə yanaşmasını, ortaq qərarlar qəbul etməsini tələb edən qaydaların tətbiqidir. Görürsüz, bir-birinə hörmət, ortaq qərar bu da əməkdaşlıqla bağlıdır və qarşılıqlı asılılıq qrupda həqiqətən də doğru yanaşmalardan biridir. Burada da səhvlik yoxdur. Fikir ayrılığı yaranarkən problemi konstruktiv həll edə bilmələrinə şəraitin yaradılması 21-ci əsr. Siz bilirsiniz ki, 21-ci əsr bacarıqlarından biri əməkdaşlıqdır, elə biri ünsiyyətdir. Görürsüz, bu da doğru yanaşmadır, doğru fikirdir. Tapşırıq şagirdlərin bir-birlərinin işinə rəy verməsi ilə məntiqi təfəkkürün formalaşmasıdır. Yanaşma olaraq sosial yanaşma düzdür. Bir-birlərinin işinə rəy verməsi də əməkdaşlığı inkişaf etdirir. Amma bu məntiqi təfəkkürlə bağlı deyil, tənqidi təfəkkürlə bağlıdır. Yanlışlıq məhz müəllimlər D variantındadır. Qrup işi zamanı şagird yoldaşının fikrini qəbul etmir, şəxsinə yönəlik rəy bildirir uşağın. Bu da qrupdakı digər şagirdlərdə gərginlik və motivasiya düşüşünə səbəb olur, işləmək istəmirlər artıq. Bununla bağlı müəllimin atacağı addımlardan deyil, biri doğru qeyd edilib. Baxaq. Həmin şagirdlə təklikdə fərdi söhbət aparır, sonra sinifə geri dönür. Yəni son ifadə onu deyir ki, müəllim sinifdən çıxıb sinifdən çöldə uşaqla söhbət aparır. Bu həm dərsin vaxtı itkisi deməkdir, həm bir şagirdə görə o boyda uşaq boş qalacaq sinifdə, nizam belə deyək də nəzarətsiz qalacaq. Ona görə peşəkarlıq deyil bu. Dərsdən sonra fərdi söhbət aparılmalıdır, dərs zamanı yox. Digər şagirdlərdən bu şagirdin hərəkətinə rəy bildirmələrini, tənqidi yanaşmalarını istəyir. Bu da həmin uşağı elə bil ki, sinifdə hamının qarşısında müzakirə obyektinə qoyuruq, hədəf halına çeviririk və həmin şagirdi daha da aqressivləşdirər, daha da gərginləşdirər deyə effektiv deyil. İki şagirdlə də danışıb aralarındakı problemi həll etmək üçün vasitəçilik edir. Bu da ilk baxışdan gözə xoş görünən variant olsa da, amma nəzərə alaq ki, proses gedir burada, dərs zamanıdır. Biz bunu fərdi şəkildə dərsdən sonra boş vaxtda eləyə bilərik də, bəs iki şagirdlə biz vaxt öldürək, o biri uşaqlar qalsın boş, onların fikri yayınsın, işləyə bilməsinlər. Axı bu doğru deyil. Başqasının perspektivini nəzərə almadan öz emosiyalarını sərbəst ifadə edə bilməyin doğru olduğunu qeyd eləyir. Bu da görürsüz ki, yanlışdır. Əslində təbii ki, başqasının da baxış açısını biz nəzərə almalıyıq, başqasının da düşüncəsini, fikrini qəbul etməyi bacarmalıyıq, ancaq öz dediyimizi deməməliyik. Burada doğru olan cavab bəli, bir-birlərinə hörmət etməli olduqlarını, qrup daxili qaydaları, qiymətləndirmə meyarlarını müəllim bir daha uşaqların diqqətinə çatdırır. Çünki uşaq biləcək ki, aha, mən nəyə görə qiymətləndiriləcəm, yoldaşıma düzgün rəy verməyimə görə və başlayacaq artıq belə qərəzli münasibət yox, effektiv rəy verməyə yoldaşına, bir yerdə doğru düzgün, hörmət əsasında işləməyə. Sosial problemlərin həllində təsviri incəsənətdən necə istifadə etmək olar? Günün problemli sualı. Burada imtahanda cavabı gəlib götürüblər tətbiq etmək. Amma müəllimlər, mən şəxsi mövqeyimi bilmək istəyirsinizsə, mən bu cavabla heç də razılaşmıram. Öz qruplarıma da bildirmişəm ki, bu sualı apellyasiya verin, çoxluq təşkil eləsin və sizə bu sualın bir balını versinlər. Böyük bir əksəriyyət burada dəyərləndirmək cavabını götürüb. Nə bilim, bir qisim burada yaratmaq götürübdür. Bilirsiniz, bu sualda natamamlıq var. Sual tam deyil. Özümüzü qoyaq şagirdin yerinə.
Elə bil ki, bu suala biz cavab veririk. Sosial problemlərin həllində təsviri incəsənətdən necə istifadə etmək olar? Yəni mən bir şagird olaraq burada yeni həll yolları da təklif eləyərəm, yaratmaq mərhələsində iştirak eləyərəm, yaxud öz mövqeyimi bildirərəm ki, məncə təsviri incəsənətdən burada istifadə etmək düz olar, burada istifadə etmək səhv olar. Mövqeyimi bildirib dəyərləndirmə mərhələsində iştirak eləyə bilərəm. Yaxud da bu sualla bağlı müxtəlif mənbələrdən axtarıb, araşdırma aparıb təhlil etmə mərhələsində iştirak edir. Yəni sualda bir natamamlıq var. Sadəcə bir cümlə ilə taksonomiyanı tapmaq o dəqiq olmur, konkret olmur. Bunun arxasında uşaq hansı fəaliyyəti yerinə yetirir? Araşdırma mı aparır, həll yolu mu təklif eləyir, mövqeyini bildirir? Onu qeyd etməli idilər ki, namizəd də doğru cavaba yönələ bilsin. Hər nədirsə doğru cavab, amma tətbiq etmək cavabı ümumiyyətlə bu sualın qəti olaraq 100% cavabı deyil. Çünki tətbiq etmək elə təhsil institutunun öz verdiyi mənbələrə, metodik vəsaitlərə, dərsliklərə əsaslansaq, nədir tətbiq etməyin tərifini yadımıza salaq. Tətbiq etmək odur ki, lap əlimizdəki dərslikləri qoyaq bir tərəfə. Mən illərdir 2019-dan bura kurikulumu tədris edirəm. Tək kitabdan yox, mən müxtəlif xarici mənbələrdən, Bloom'un orijinal məqalələrindən mən bunu tərcümə eləyirəm Azərbaycan dilinə, ona uyğun PDF-lər hazırlayıram. Ya hətta orada belə Bloom'un orijinal qeyd etdiyi taksonomiyasında belə tətbiq etməyin tərifi budur ki, tətbiq etmək insanın öyrəndikləri, əldə etdiklərini real həyat situasiyasında icra eləyə bilməsidir. Praktiki olaraq həyata keçirə bilməsidir. Yəni burada bir iş olur. İnsan bir iş görür, insan bir hərəkət var burada, bir fəaliyyət var burada. Amma bu suala uşaq şifahi cavab verəcək də. Burada axı bir hərəkət yoxdur, burada bir icra yoxdur, burada bir praktika yoxdur. Ona görə də 100% tətbiq etmək deyil. Bunun cavabı və səhv qeyd ediblər imtahanda. Məsləhətim budur ki, texnoloqlar birləşin, verin apellyasiyaya, balı qazanın. Müəllim şagirdlərin yalnız düzlərini qeyd edir, səhvlərini müzakirə eləmir, belə idi sual və bildirmir, müzakirə eləmir. Bu nə ilə nəticələnə bilər? Son nəticə nə ola bilər? Müəllimlərin bəzilərinin də səhv etdiyi suallardan biri budur. Burada nəyi götürüblər? Əksəriyyət, qoy deyim, hmm, A variantını götürənlər olub ki, yox, A variantını yox. Bax, B variantını götürənlər olub ki, uşaqlar gələcək fəaliyyətlərində eyni səhvi davamlı təkrarlayacaqlar. Səhvlərin sayı hədsiz dərəcədə artmış olacaq. Biraz bəli, oxşuyur düzgün cavaba, amma düzgün cavab bu deyil. Düzgün cavabımız A variantıdır. Baxın, biz səhvləri müzakirə eləmiriksə, ancaq düzləri vurğulayırıqsa, səhvlər bildirilmirsə, deməli formativ qiymətləndirməni doğru düzgün həyata keçirmirik. Formativ qiymətləndirmənin məqsədi nədir? Uşağı inkişaf etdirmək, uşağın nailiyyətini doğru düzgün istiqamətləndirmək, olmalı olduğu yerə aparmaq, obyektiv dəyərləndirmək. Yəni bu məqsədi həyata keçirmirik. Bu da A variantındadır. Şagirdlərin öz təlim fəaliyyətlərini obyektiv dəyərləndirmə, zəif tərəflərini müəyyən etmə, öz fəaliyyətlərini nəzərdən keçirə bilmə, hətta bu da var idi variantlarda, inkişafını görə bilmə. Bax bunlar qalır arxa planda. B variantı oxşasa da düzgün cavaba, amma 100% deyə bilməyəcəyik axı bu səhvi gələcəkdə yenə təkrarlayacaq. Bəlkə heç təkrarlamadı. Dəqiq əsaslandırma vermir bizə. Şagirdlərdə müəllimə qarşı inamsızlıq yaranar və müzakirələrdə iştirak etməzlər. İnamsızlıq niyə yaransın ki? O zaman yaranar inamsızlıq ki, müəllim konqruentlik prinsipinə əməl etmir, saxtalıq edir, düzgün yanaşmır, aldadır uşaqları, etibarsız bir rolda çıxış edir. Burada belə bir şey yoxdur axı. Şagirdlərin daxili motivasiyası aşağı düşər və onlar nəticələrini artırarlar. Aşağı düşəcək motivasiyaları təbii ki, nəticə düşdükcə. Amma nəticə niyə artsın ki? Mən səhvi qeyd etmirəmsə, nəticə əksinə aşağı düşəcək. Burada da deyir, özünə inam formalaşır, daha yüksək nəticə əldə edirlər. Xeyr, özünə inam səhvləri gizlətməklə formalaşmaz müəllimlər. Valideyn övladının, aha, bax burada artıq bu gün fiziki tərbiyə günorta 2-ci sinifə düşən sualdır. Valideyn övladının summativ nəticəsindən narazıdır, bunu müəllimə bildirir. Müəllimin doğru addımı nə olmalıdır? Dəfələrlə qeyd etmişik ki, yenidən qiymətləndirmə
müəllimin səlahiyyətində olan bir şey deyil müəllimlər. Yenidən qiymətləndirmə üçün yazılı müraciət etməlidir valideyn rəhbərliyə. Rəhbərlik bu işə bir araşdırma aparır. Həqiqətən valideynin narazılığını təsdiqləyirsə, yenidən qiymətləndirmə həyata keçirə bilər, yaxud da əskik balı balın üstünə əlavə eləyə bilər. Yəni müəllimin özündən durub uşağı təzədən ikinci dəfə qiymətləndirmə, ona təzədən ikinci dəfə qiymətləndirmə vərəqi vermə səlahiyyəti yoxdur. Bunu bir dəfəlik yadımızda saxlayaq. Ona görə də düzgün cavab nə çıxıb? Bəli, deyir yenidən qiymətləndirmə keçirir, səlahiyyətimiz yoxdur. Yenidən qiymətləndirmə üçün rəhbərliyə müraciət edilməlidir. İndi konkret bilmirəm cümlə belədir ya yox, amma buna oxşar bir şeydir. Narazılığı görməzdən gəlir ki, məsələ daha da böyüməsin. Xeyr, bu müəllimin laqeydliyi idi və düzgün deyil. Yenidən qiymətləndirmə üçün rəhbərlikdən icazə alır. Oxşasa da düz cavabı bu da cavab deyil. Çünki icazə alsaq da yenə də biz keçirmirik. Rəhbərlik keçirdir bunu. Şagirdə bir daha işləməsi üçün yeni tapşırıqlardan ibarət test vərəqi verir. Bu da elə yenidən qiymətləndirmə deməkdir. Buna isə səlahiyyətimiz yoxdur. Eyni sual gəlib biologiyalara da düşüb, amma orada cavab variantlarında fərqlilik olubdu. Onlarda çıxan düzgün cavab budur ki, müəllim şagirdin qiymətləndirmə vərəqini valideynə göstərir, valideyni nəticə ilə daha yaxından tanış eləyir. Bəli, bu da düzgün həll yollarından biridir. Ola bilər ki, valideyn artıq vərəqə baxandan sonra deyəcək ki, aha, yox elə həqiqətən də uşağım nə yazıbsa o qiyməti vermisiniz, bağışlayın, narahat elədim sizi. Və burada biologiyaya düşən bir inteqrasiya sualımız var bu gün. Şagird eynisini işləmişik sizlə. Baxsaz bax situasiyalarımıza, Zoom situasiyalarımıza, baxsaz son sınağımıza görəcəksiniz. Bitkinin böyüməsini günbəgün müşahidə edib, artımı ölçüb, bunu fotosintezlə əlaqələndirirlər. Biologiyanın ümumiyyətlə demişəm ki, məzmun xətlərinizi əzbərləyin. Əgər biri yox, fərqli-fərqli məzmun xəttləri müşahidə eləsəz, o zaman fəndaxili inteqrasiyanı götürün. Şaquli isə ümumiyyətlə artıq bir neçə ildir ki, çalmırlar imtahana. Fəndaxil deyəndə biz üfüqi nəzərdə tuturuq. Bax, biologiyanın məzmun xəttləri. Canlı orqanizmlərdə strukturlar, funksiyalar, proseslər. Qoy mən burada cədvəli sizin üçün açım. Yenilənmiş bu deməli məzmun xəttləridir bütün fənlər üzrə. Çoxalma irsiyyət görmürük situasiyamızda. Canlılar və ətraf mühit, biz bunda görmürük. Ətraf mühitlə bağlı orada nə var ki? Təkamülü də görmürük, insan sağlamlığını da görmürük. Bir dənə orada proseslər var. Fotosintez prosesi. Qurtardı. Deməli biz burada fəndaxili inteqrasiya cavabını seçməyəcəyik. Çünki bir məzmun xətti var. Ayrı məzmun xətti ilə əlaqə yoxdur. Amma fənlər arası var. Çünki bunlar ölçmələr də aparırlar axı. Riyazi bilik, bacarıq da lazımdır onlara. Deməli, cavab fənlər arası inteqrasiya. Bugünün 15 iyul tarixinin əlimdə olan işə qəbul imtahanının sualları bu qədərdir. Əlavə düşən suallardan başqa bir mənbələrdən görmüsünüzsə, qaranlıq qalıbsa, müzakirə qrupumuzda yazıb soruşa bilərsiniz, ona uyğun izah verə bilərəm. Bu videonu YouTube kanalımda müəllimlər hamıya açıq qoyacağam ki, tək öz müdavimlərim yox, başqaları da bundan bəhrələnsinlər, faydalansınlar. Qarşıdakı günlərdəki imtahanlar üçün düzgün istiqamət götürə bilsinlər. Son günlərdə yenə də nəyə baxın? İş üsulları düşür, qiymətləndirmə, effektiv rəy düşür, 2 sual taksonomiya düşür, 1 sual inteqrasiya düşür, təfəkkür düşür, planlaşdırma düşür. Düşmə ehtimalı var differensial təlim, interaktiv təlim, inklüzivliklə bağlı. Belə, qalanları da ki, situasiyalardır. Yəni, o situasiyanın içərisində siz artıq müxtəlif mövzuları müşahidə eləyə bilərsiniz, ona uyğun cavabı seçə bilərsiniz. Bu qədər deyəcəklərim. Bir daha qarşıdakı günlərdə imtahan verənlərə uğurlar diləyirəm. Allah zehin açıqlığı versin. Dediyim kimi, sonda boş qalıb vaxtınızı cavabları dəyişməyə sərf eləməyin. Baxın şərtə. Ola bilər ki, siz işarə eləmisiniz, aid olanı ikinci dəfə baxanda görürsünüz ki, əslində məndən səhv fikir istənilir, aid olmayan. Bəli, onda təbii ki, cavabı dəyişib işarə eləyirsiniz. Amma dəqiq bilmədiyiniz bir şeydirsə, yəni fikirləşirsiniz ki, A da uyğun gəlir, C də uyğun gəlir.
Onda qayıdıb cavabı təzədən dəyişməyin. Çünki birinci nə işarələmisinizsə, siz 6-cı hissinizlə onu hiss edib işarələmisiniz və onun düzgün cavab çıxma ehtimalı daha böyükdür. Ümumiyyətlə isə şübhə altında olan sualları işarə etməməyiniz tövsiyə olunur. Nə ixtisasdan, nə də kurikulumdan. Çünki səhvlər düzləri yuyub aparır. Yəni dəqiq bilmirsinizsə, salamatı işarə eləməyin. Səhv çıxma ehtimalı varsa, salamatı siz onu işarə etməyin müəllimlər. Uğur olsun hər birinizə. İnşallah ki, hər kəs üçün xeyirlisi olsun.